istəklərinin arxasıca getmələri və tulul əməl və dünyada uzun əməl sahiblə olmaları. Nə deməkdir dünyada uzun əməl sahibi olmaq? Dünyada qalıcı gözlə baxmaları. Bu mənim evimdir, yəni hər zaman bu evimdə olacağam. Bu mənim işimdir, hər zaman mən burada olacağam. Dünyadan yəni möhkəm yapışmaq deməkdir. Və amma ittiba'ul hava feyufsidu və yasuddu anil haqq. İnsanın həqiqətən möhtərəm qardaşlar, doğru yolda getmək istəyirsənsə mütləq haramlardan uzaq duracaqsan. Mütləq nəfsinin arzularından, nəfsinin şəhvətindən, arzu və istəklərindən uzaq duracaqsan. Həm mən doğru yolda olacağam, həm də nəfsimin arzularını, haramları edəcəyim, belə şey mümkün deyil, belə bir şey görülmədi. Mümkün deyil ki, mən həm haqq üzəri olacağam, həm də ki, haramları işləyəcəyəm, həm də ki, nə bilim, qumar oynayacağam, həm də ki, içki içəcəyəm, zina edəcəyəm, onu edəcəyəm, bunu edəcəyəm və yenə də namaz da qılacağam, oruç da tutacağam, haqq yolda da olacağam. Təqvanın bir şərti var. Allahın əmr etdiklərini yerinə yetirmək, qadağa qoyduqlardan uzaq durmaq. Bu bir mənalı olaraq müsəlman olmağın da şərtidir. Quran-ı Kərimdə 100-dən çox, 120-dən çox yerdə müttəqilər, ittiqa, taqva kəlməsi çəkir. Niyə görə bunu Rəbbimiz bizə dəfələrlə eşitdirə söyləyir? Çünki qurtuluşumuz bundadır, möhtərəm qardaşlar. Qurtuluşumuz bundadır. Xoşbəxtliyimiz bundadır. Həm dünya, həm axirət xoşbəxtliyi bundadır. Allaha sonsuz həmd sənalar olsun, möhtərəm qardaşlar. Ramazan kimi möhtəşəm bir ayın içərisindəyik. Ramazan görünmədən bizi mənəvi olaraq elə tərbiyələyir ki, elə hikmətlər bizə qazandırır ki, elə bir mənəviyyat qazandırır ki, yəni bunu tərifi imkansızdır. Bu ancaq yaşanır, bu ancaq hiss olunur. Allah-u Teala bizi bizdən yaxşı bildiyi üçün, yəni o toxluq hissidir, o yemək hissidir, onun üzərinə o şəhvət hissi dediyimiz, onun üzərinə o qədər şey yükləyib ki, yəni onu biz kəsdiyimiz zaman dünya sevgimiz də azalır, mal mülk sevgimiz də azalır, maqam mövqe sevgimiz də azalır, insanların qəlbində yer tutmaq sevgimiz də azalır. Hamısına baxırıq ki, hamısı fani şeylərdir. Hamısı arxasından qaçdığımız şeylər boş şeylərdir. Sabah onların heç birisi olmayacaqdır. Sabah biz əməllərimizlə Rəbbimizin qarşısında olacaq. Əməllərimizlə ona cavab verəcəyik. Və insanı qəflətdən oyadır. İnsanı özü ilə baş-başa. Yəni o aclıq hissi elə bir hissdir ki, möhtərəm qardaşlar. O, yəni içində olan o şeytan, o içində olan o nəfsin qudurmasının önünə keçir. Şeytan sizin qanınızda, şeytan sizin damarınızda qanın dolaşdığı kimi dolaşır, buyurur Peyğəmbərimiz. Onu aclıqla onun yollarını kəsin. Aclıqla onun yollarını kəsin. Dururkən ağlına cürbəcür şeylər gətirir, hilələr gətirir, cürbəcür haramlar gətirir və insanı yolundan azdırır. O ac qaldığın zaman o nə olur? Yolları tutulmuş olur. Və nəfsin də insana hökm eləməsinin əsas səbəblərindən biri toxluqdur, yeməkdir. Arzu etdiyini, hər şeyi yeməkdir. Əldə edincə də nə olur? Azmağa başlayır, mənəm deməyə başlayır. İnsanın ruhuna sahib olmağa başlayır. İnsana sahib olmağa başlayır. Hər zaman bunu bilin, möhtərəm qardaşlar. Əgər siz nəfsinizə hakimsənizsə, qurtulmuşsunuz. Əgər yox, nəfsiniz sizə hakimdirsə, o zaman nə olacaqdır? O zaman nəfis sizi istədiyi yerə aparacaqdır. Və bu dünya imtihanında da sonunda görəcəksən ki, son nəfəs gəlib bu dünyadan gedirsən və də deyirsən ki, ya Rabbi, mənə yenidən şans ver. Mən həqiqəti gördüm, bu nəfsin arxasıca getməməliydim, bu şeytanın arxasıca getməməliydim. Amma bir daha verilməyəcəkdir. Ona görə də papağımızı qabağımıza qoyub, indidən yaxşı qərar verməliyik, indidən yaxşı düşünməliyik, indidən nəfsimizə hakim olmalıyıq. Bunun yolu da Kutiba aleykumus-siyam kəmə kutiba aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Sizdən əvvəlkilərə oruc ibadəti fərz edildiyi kimi sizə də fərz olundu. Möhtərəm qardaşlar, Ramazanı artıq yarısından keçdik. Allaha sonsuz həmd sənalar olsun. Ramazana alışdıq.
Ramazanı ihya etməyə alışdıq. Artıq bir çox şeyi bilirik. Artıq bir çox hikməti hiss edirik. Bir çox mənəviyyatı hiss edirik. Qurandan həzz alırıq. Zikirlərdən həzz alırıq. Sədəqə verməkdən həzz alırıq. İnsanları doyurmaqdan həzz alırıq. Xidmət etməkdən həzz alırıq. Bir-birimizə təvazökarlıq göstərməkdən həzz alırıq. Təkəbbürdən uzaq dururuq. Bir-birimizə mərhəmət edirik. Bir-birimizə gözəl söz söyləyirik. Bir-birimizə xidmət edirik. Bir-birimizə mərhəmət göstəririk. Bax, Ramazan ayının verməsi gəlişən xüsus da budur. Həqiqətən rəhmət və bərəkət ayıdır. Məscidlərimiz dolur. İnsanlar bir-birlərinə xoş sifət göstərirlər. Salam verirlər. Bundan böyük, baxın, həqiqətən insan elə bir məxluqdur ki, insanı bir 3-4 gün kimsə görmədiyin yerdə bir saxla, insanda anormal hərəkətlər meydana gələcəkdir. Allah insanı belə yaradıb. İnsanı bir-birinə xoş söz söyləmək, bir-birinə gülər üz göstərmək, bir-birisinin qayğısına qalmaq. İnsan ictimai olaraq yaşayır, tək olaraq yaşaya bilməz. Dinimiz nə gözəl bunu ortaya qoyur. Baxın, indi insanlar var, yəni inkişaf edirlər, hər şey var, amma bir-birlərinə salam vermirlər, bir-birlərindən xəbəri yoxdur. Qonşu yuxarıda dünyasını dəyişir, xəbəri yoxdur. Qonşusunda kim yaşayır, xəbəri yoxdur. Niyə? Soyuq bir həyat. Bir-birlərini görəndə salam vermirlər. Amma Peyğəmbərimiz nə buyurur? Tanıdığın və tanımadığın kimsələrə salam ver. Salamı aranızda yayın. Bir-birinizi sevmədikcə cənnətə girə bilməzsiniz. Sizə etdiyiniz halda bir-birinizi sevəcək şeyi öyrədinmi? Əfşüssəlamə beynəkum. Salamı aranızda yayın. Ona görə də möhtərəm qardaşlar, bu ayı əlimizdən gəldiyi qədər ihya edək. Bu ayı ömrümüzün hər tərəfinə yayaq. Hər il Ramazan olacaqdır. Niyə görə hər il Ramazan olur, möhtərəm qardaşlar? Çünki, yəni, həqiqətən Allah bu aya elə güc, elə qüvvət verib ki, heç oruç tuta bilməyən adamlar oruç tuturlar. Xəstə adamlar oruç tuturlar. Əlindən gələni etməyə. Bunu başqa ayda etmək mümkün olmur. Baxın, məscidləri insanlar doldururlar. Nəyə görə? Qəlb nurlanır. Qəlb ibadət istəyir. Özündən asılı deyil. Qəlb hikməti ala biləcək səviyyə gəlib. Ona görə də möhtərəm qardaşlar, yəni Allah hamımızdan razı olsun. Keçən həftə söylədik ki, yəni Ramazanın ortalarına yaxın məscid başında dolur. Cəmaat məscidə bir salam verim deyirlər, bir doldururlar. Sonra görsən ortalıqda boşalır. Yenə sonunda Qədir gecəsi gəlir, gəlir, bayram gəlir. Ramazanda cəmaat məscidi doldurur. Bu iləm Allaha şükür, eyni tempdə gedir. Bu da orucun düzgün tutulmasının səbəbidir. Yəni, indi də Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin orucu necə idi? Yəni, Ramazanın sonuna doğru mənəviyyat daha da artırdı. Xanımlarından uzaq durardı. Son 10 günündə etikafa girərdi. Son 20 günündə ölən, vəfat etdiyi il Peyğəmbərimiz 20 gün etikafa girərdi. Yəni, bu belə olmalıdır. Bunun da belə olmamasının əsas səbəblərindən biri nədir, möhtərəm qardaşlar? Bunu da söyləyək. İftarda tıxa basa, deyək ki, mədəni doldurmaq. Qardaş, bax, bizim burada çox gözəl şəkildə və digər məscidlərdə gözəl iftar verilir. Yəni, bir şorba, bir də ki, normal şəkildə yemək. Bu şəkildə olmalıdır.